Məsələn, çıxmısınız xolerik tipində adam, siz daha çox tez özündən coşan, çıxan, qorxmaz, cəsur, hərəkət eləyən, sürətli, sanqvinik daha çox şən, deyib gülən, həvəsli, enerjili, melanxolik, özünə qapalı, öz dünyası olan bir insan kimi çıxış eləyir. Flegmatik isə öz, belə deyək də, axar çayına gedən, hər şey öz yolunda gedən, sakit, öz dünyasında da deyil, tam ətrafda da deyil. Hər şey sakit, öz yolunda, səbirli, təmkinli. Düzdür, hər bir insan 100% bu temperamentdə, 100% o biri temperamentdə ola bilməz. Hərəsindən bölünür. Sadəcə hansınsa temperamentdə bir insanda çox olur və o temperament aparıcı olur. İkinci isə altda yatır, amma ondan da, belə deyək də, özündə göstərir, özündə xarakterizə eləyir. Bundan əlavə olaraq da başqa testlər də verə bilərsiniz. Misal üçün, MBTI testləri var. Bu da hal-hazırda şərqdə çox populyardır. Onun testlərini verə bilərsiniz. 16 dənə kişilik testidir. Tapa bilərsiniz sizdə hansıdır və ona uyğun da, belə deyək də, bu psixoloji testləri tapdıqdan sonra siz özünüzə uyğun gün rejimi qura bilərsiniz, işlər tapa bilərsiniz. Belə deyək də, nəyi necə oxumalısan ki, sən bunu davamlı eləyə biləsən kimi işləri sən özünü tanıyandan sonra daha rahat şəkildə eləyə biləcəksən. Yəni, sən misal üçün sanqvinik tipində bir insansansa, sənə maraqsız, sakit gedən işlər sıxıcıdır. Sən daha çox işini əyləncəyə, ətrafla bağlı olan işlərə bağlamalısan ki, sənə bu daha çox motivasiya versin, enerji versin. Çünki sən təbiət olaraq ekstravertsən. Sən ətrafından qidalanırsan.